yazarlarımız, yazıcılarımız, şairlərimiz daim onları yaşatmalı. Onlar haqqında film çəkilməlidir, tədbirlər keçirilsin, onların şərəfinə şiir yazılsın, yazılar yazılsın, romanlar yazılsın. Yəni, onları biz daim yaşatmalıyıq. Və yalnız biz bugün yaşatır, sabahda o biri gələn nəsillər onları yaşatmalı. Çünki onlar insan üçün ən dəyərli, əvəz olunmaz canlarını torpağımız, vətənimiz, müstəqilliyimiz və suverenliyimiz üçün qurban verirlər. Buna görə də mən bu cür tədbirlərin keçirilməsini dəstəkləyirəm və arzu edirəm ki, bizim hər bir şəhidimiz haqqında daima tədbirlər keçirilsin, nələrsə yazılsın, nələrsə tarixə, arxivə qoyulsun. Çünki onlar məhz öz qəhrəmanlıqları ilə, ölümləri ilə gələcək nəsilləri də ölümsüzləşdiriblər, Azərbaycanı ölümsüzləşdiriblər, bizləri ölümsüzləşdiriblər. Allah onlara rəhmət eləsin.